Sumqayıtda doğulmamışam, amma orada böyümüşəm. Sumqayıtda məktəb illərim o qədər də yaxşı keçməyib. Deyərdim ki, travmalı keçib. Uzunboy olduğuma görə ayrı, hərbiyyəli şagird olduğuma görə isə apayrı linçlənmişəm. Amma balaca kursun içində böyük dünyanın qapılarını açan rəsm müəlliməmi heç vaxt onda bilməmişəm. Sizi tanış edeyim, Kəmalə müəlliməm. O sadəcə mənə rəsm öyrətmədi. Gələcəyimi qurmağı, xəyallarımın dalıyca getməyi öyrətdi. Özü də hər dəfə deyirdi ki, bir gün böyüyəcəksiniz və məni tamamilə unudacaqsınız. Fizikadan göndərmişəm hazırlığa. Fizika müəllimi hirslənib. Oturub fizika müəllimi şəkillərini çəkirdi. Bu arada ailəm məni fizika, kimya nə gəldi qoyurdular ki, yetər ki o rəssamlıq akademiyasından əl çəkəm. Büyüklər demiş, 2 ayağımı bir papça dirədim ki, yox əsla. Dər dəyişdi, zaman ötdü, amma müəllimim hələ də balaca tələbələrini o sevgi və mərhəmətlə öyrətməyə davam eləyir. Yeniyetməli illərim məktəbdə bərbad keçsə də, sığındığım yer rəssamlıq kursu və müəllimin yanı idi. İnsan ilk müəllimini unudarmı, hansı ki sənin rənglərin qapısını açan, içindəki zəngin dünyanı görməyi öyrədən Kəmalə müəlliməni əsla. Videoblog məni və mənim içimdəki xəyal dünyasını yetişdirən və böyüdən müəllimimə olan təşəkkürümün bir parçasıdır. Deyərdim ki, Kəmalə müəllimənin tələbəsisənsə, artıq 1-0 öndəsən.